Salam, xoş gördük sizi dəyərli izləyicilər. Bu dəfə də maşın bazarındayıq və ənənəvi şəkildə mövzularımızı davam etdiririk. Bazarın ümumi vəziyyəti ilə bağlı Elnur Usta məlumat verəcək. Çünki Elnur hər bazar maşın bazarında olur və o bazarın ümumi vəziyyətini daha yaxşı analiz edir və növbəti bazar və bu ərəfələrdə maşın almaq olarmı yoxsa yox ona cavab verəcək. Amma əvvəlcədən hər birinizdən xahiş edirəm ki, kanalımı bəyənin, abunə olun. Xüsusilə də abunə olmağı unutmayın. Çünki abunə sayımız bir qədər azdır. İzləmə yaxşıdır, amma abunə hardasa 300-400 nəfər abunə olmalıdır ki, bizim maraqlı videolarımız ardı gəlsin və biz sizə daha keyfiyyətli və daha yaxşı məlumatları vaxtında çatdıra bilək. Bəli, Elnur, bazar bərbad idi, mən gördüm. Artıq 3-4 saatdır ki, buradayım sizinlə bir yerdə. Nə deyə bilərsən bazarın vəziyyəti ilə bağlı qısaca? Bazarın vəziyyəti ilə bağlı onu deyə bilərəm ki, bazar çox zəifdir. Yəni maşın alan üçün bir dəqiqə sərfəli vaxtdır. Bütün sahədə durğunluqdur. Maşın bazarında çox durğunluqdur. Məsələn, bir 4 ay, 5 ay bundan qabaq 20 minə alınan maşında bir 2000 rahat fərq var. Yeni başa. Yəni bugünkü günü bu bazarlar maşın almaq üçün, klient üçün çox sərfəlidir. Yəni bazardan çox sərfəli qiymətə gəlib maşın ala bilər. Çox düşüb aşağı maşın qiyməti bazarda. Yəni maşın alıcısı bu həftədən o bir həftəyə maşın saxlamaq istəmir. Yəni məsəl üçün belə deyək, xeyri yəni 100 manat qoyursa indi 50 manat qoyur. Məsəl üçün deyirəm ki, nədir, həftədən həftəyə əli dəyişsin. Özü gətirən satır ki, tez bazar satım ehtiyacım var, gedib o işi görüm. Yəni qısası dəyərli izləyicilər, avtomobil almaq istəyən, yəni bir neçə ay bundan qabaq fikirləşirdi ki, mən baxım görüm maşın axtarıram və s. amma qiymət hər halda yəni uyğun gəlmirdi, bahalıq idi fikirləşirdilər, amma əsas fürsət bu fürsətdir. Bu fürsət, yəni bu yaxın bu 1-2 ay bu fürsəti dəyərləndirmək lazımdır Elnur Usta deyir. Çünki qiymətlər kifayət qədər enib. Hətta mən özüm də müşahidə edirəm. 1-2 ay bundan qabaq müqayisədə elə götürək Kia Optima K5 deyək və 1-2 ay bundan qabaqla müqayisədə bir 2-3 min hardasa qiymətdə təsir var. Məsələn 21 minə, 20 minə, 20.500-ə rahat şəkildə satılan Kia Optima indi söhbət 2013-14-dən gedir. İndi 19 min, 18 min, 13-17 minə. Hələ 13-17 minə rahat şəkildə ala bilərsin. Bu və yaxşı maşınlar. Bu təkcə Kia Optima'dan getmir. Bir çox, yəni ümumi bütün maşınlara demək olar ki, bu qiymət təsir edib. Yəni qiymətdə ucuzlaşmanı görə bilirik. Yəni bu ay mayın sonuna qədər, iyunun ortasına qədər maksimum dərəcədə bu ayları dəyərləndirmək lazımdır deyə bilərik.